Kürdəmir rayonunun Şilyan kəndi. 3 kilovat, 3 kilovat. Tok zəyətdə kənardan çəkirəm. Nol fazadır. 28 bıçaqlı aparatımız. Qardaşımız özü hərbçidir, özü burada olmaq üçün atası burada yoxlayır. Allah xeyirlər versin. Tokları çox zəifdir, 160-170'dir. Amma ona baxmayaraq işləyir maşallah. Nol fazadır, çatdırma qoşan pulsuzdur. Özüm kənardan çəkirəm ki, torpağa batmıyor. Onu batmışam torpağa. Otumuz da bildiyiniz ki, o yaz otu, baxın. Amma doğruyur maşallah. Tok zəifdir, tok güclü olsayız, presi bir 3 dəqiqə doğrayar. Tok zəif olanı bir 5 dəqiqə 6 dəqiqə presi doğrayır. Qiymət 900 manat. 1000 manatı 900 manata gətirmişəm. Qardaş hərbiçi olduğu üçün 100 manat endirim eləmişəm. $650 orada dağ ceyranımız. Otu bura vurur, torpağı kənara vurur. Bax onu. Bir dənə pres edib köy doğradı. Dayının toku zəyətçi, doğraçı görmədə doğruyor, doğramır. Hələ xətlər də nazikdir, inşallah xətlər də 16'lık çəkəcək. So, söndür dayı. O qədər doğrayacaqsan, söndür. Daş atma, daş atma. Amanın gündür, daş atma. Dayı yerdən göydən daşlattı. Söndür, söndür. Ay dayı, söndür. Söndür, söndür. Ot atanda yerdə hilə sivir batma, yerdə göydə daş atma içinə. Saxları zayılama, heyfdir. Allah xeyri versin. Nətər doğradı? Tokun zəif olmağa baxmayaraq super doğradı. Allah canınıza dəyməsin. Tokumuz da bizim xəttimiz, aparatımızın xətti budur. O toka gələn xətt odur, nazikdir. 24'də mis xəttdir. Prosta inşallah xətti ödəşib almayın eləyərsən. Yəni o xəttdən hələrcə oxlamaq üçün ilə düş, uzaq xəttdən gəlir. Allah iştavan eləsin. Kürdəmir rayonu Şilyan kəndi. 3 kilovat şuna vurur, 28 bıçaqlı. Qalan ələklər də oradadır.